Biz Sağdaş Təhsil komandası olaraq yenə də Azərbaycanımızın dilbər köşələrindən və qonaqpərvər rayonlarından biri olan Göyçay rayonunun Hüngürtlü kəndində ömrünü fədakarlıq edən, neçə illərini, 40 ildən çoxsunu müəllim kimi fəaliyyət göstərən fədakar müəllimin evinə qonaq gəlmişik. Müəllim, sizi xoş gördük. Xoş gəlmişsiniz siz də. Çox sağ olun. Adı, soyadınız müəllim? İskəndərova Məlahət Əjdər qızı. Nə vaxt və hardandan olmuşsunuz müəllim? 1952-ci ildə Göyçayda anadan olmuşam, ancaq 54-cü ildə Bakıya köçmüşük. Yəni Bakıda yaşamışam, orta təhsilimi də orada almışam, ali təhsilimi də. Sonra təyinatla Göyçaya təyinat alıb bura gəlmişəm işləməyə. Və fransız dilini tədris eləmişsiniz. Çox gözəl. Neçə il müəllim üçün fəaliyyət göstərmişsiniz? 46. Maşallah olsun. Həm məktəbdə dərsdə müdir işləmişəm, həm də müəllim kimi. Həm rəhbər şəxs kimi fəaliyyət göstərmiş, həm də müəllim kimi. Əlbəttə ki, müəllim əməyi unudulmazdır və həm şərəfli peşədir, həm də çətin peşədir. Bu illərdə hansı uğurlu nailiyyətləriniz olub müəllim? Elə uğurlarımdan biri odur ki, elə yaxşı işlədiyimə görə dərsdə müdür işləmişəm. Əvvəl müəllim kimi işləyirdim, sonra dərsdə müdür işlədim. Tərifnamə var, tərifnamələrim var. Başqa uğurlu nailiyyətləriniz, yəni şagirdləriniz var, bir çox şagirdlər yetişdirmişsiniz əlbəttə ki. Bu yaxınlarda Göyçay 7 nömrəli sayılı məktəbdə müəllim məktəbin 50 illiyini keçirdilər. Həmən şagirdlərim mənim elə bir ki, fransız dilində öyrətdiyim mahnıları mənim üçün oxuyurdular orada hamısı. Ən gözəl uğur elə budur müəllim. Çox sevinirdim ki, 50 ildən sonra yəni o mahnılar onların yadında qalıb. O mənə dəvət eləmişdilər. Orada böyük ziyafət oldu. Tortu da mənə kəsdirdilər. Yəni mən özümü elə bir ki, bir fəxr sayırdım ki, yəni 50 ildən sonra uşaqlar məni belə xatırlayırlar. Əlbəttə ki, bu da müəllim üçün ən gözəl uğurdur və çox sağ olun, fədakarlıq eləmişsiniz, elm öyrətmişsiniz uşaqlara, dil öyrətmişsiniz. Bəs müəllim, sizin həyat yoldaşınız kim olur? Həyat yoldaşım da məktəb direktorumuzun elə oğlu idi, Ələkbərov Şaiq Cəfərquluoğlu. Atası direktor işləyirdi məktəbdə. O da elə ikimiz bir ildə təyinatla gəlmişdik, 74-cü ildə təyinatla gəlmişdik bura. Məsələn, 3 il fəaliyyətimdən sonra Allah elə qismət elədi ki, ailə qurduq. Elə mən burada yaşamışam, həmən bu həyətdə, bu evdə. Çox gözəl. Neçə övladınız var müəllim? 3 övladım var, 3 oğlum. Maşallah, adlarını deyin. Rəşad, Rəman, Fuad. Bəs neçə nəvəniz var müəllim? 7 nəvəm var. Maşallah olsun. Müəllim, inşallah ki, sizin yubileyinizdə görüşərik. Çağdaş Təhsil komandası olaraq gələrik sizin gözəl yubileylərinizdə. İnşallah sizin 80 yaşınız, 90 yaşınızda olar, xoş günlərinizdə görüşərik. Müəllim kollektivdə sizi sevənlər çoxdur. Maraqlanmışıq. Məlahət müəllim haqqında çox maraqlanmışıq və sizin həqiqətən də, yəni kəndinizdə də, müəllim kollektivinizdə də böyük nüfuzunuz olubdur. Bu, yəni şəxslərə, müəllim kollektivində olan dostlarınıza, övladlarınız var, qohumlarınız var. Nə sözlər deyərdiniz müəllim bu şəxslərə? Hansı sözlər deyərdiniz? Birinci növbədə məktəb kollektivimə uzun ömür, can sağlığı arzulayıram. Elə onlar da məni qədər işləsinlər. Təkrar elə çıxsınlar, sağlam canla, sağlam ömür versin. Öz qohum əqrəbəmə, övladlarıma da yenə də can sağlığı, sağlıqlı ömür arzulayıram. Cavanlarımıza xoşbəxtlik arzulayıram. Ailə qurmaq, ailə səadəti arzulayıram. Gəlinlərimlə bir yerdə. Çox sağ olun. Mən də fürsətdən istifadə edib Göyçay rayonunun Hüngürtlü kənd orta məktəbi bütün müəllim kollektivini salamlayıram və onların da işlərində uğurlar arzu edirəm. Sağ olun, çox sağ olun. Sağdaş Təhsil komandası olaraq müəllim sizə bundan sonraki həyatınızda da uğurlarınız çox olsun. İnşallah ki, nəvələrinizin, inşallah nəticələriniz də, köçələriniz də olar və biz də sizin yubileylərinizdə gələrək gözəl çəkilişlər eləyərik. Çox sağ olun, minnətdarım. Siz də çox sağ olun, gələn ayağınız var olsun. Təşəkkür edirəm, sağ olun.